Salam, axşamınız xeyir. Deməli, bir öncəki paylaşımımızda bəzi məsələlərə toxundum. İndi də yenə bağlarda 3 əsas məsələni diqqətə çatdırmaq istəyirəm. Deməli, ilk öncə ağaclarda stres yaradan tədbirlər və stresdən doğan digər problemlər. Bu mövzuda danışmaq istəyirəm. Stres istənilən canlı üçün ümumi orqanizmin iltihabı sayılır. Çünki stres zamanı beyindən bağırsağa, gözdən dırnağa, bütün orqanizmin hər yerində kütləvi hüceyrə ölümləri baş verir. Bu, bütün orqanizmin iltihablanması deməkdir. Yəni, misalı bu şəkildə verməkdə, mən mövzunu daha yaxşı şəkildə anlamağınız üçün verirəm. Bu qayda ümumcanlılar üçün dəyişməzdir. Bir canlı üçün stres faktoru varsa, artıq o canlının harasında nə olacağına dair fikir yürütmək mümkün deyil. Ta ki, onun harasında nəsə ortaya çıxmayana qədər. Mədə xorasından bağırsaqda qurdun populyasiyasına qədər, xərçəngdən şəkərə qədər, saç tökülməsindən diş tökülməsinə qədər, infarkta qədər müxtəlif patoloji fiziki vəziyyətlərin başlanğıcı çox hallarda stresdən başlayır. Yəni, eyni problemlərin müxtəlif nəticələrini görürsünüzmü? Deməli, ağacların da streslərinin nəticələri müxtəlif olur. İnsanda stres faktoru nədirsə, ağacda da eynidir. İnsanda stres faktoru ona deyirlər ki, insanın sağlam, xoşbəxt yaşayışını pozan səbəblər formalaşır. Və bu da stresə səbəb olur. Yemək, içmək, gəzmək və s. imkanları olduğu halda hansı səbəbdənsə bütün bu xoşbəxtlik faktorlarının varlığı öz əhəmiyyətini itirir. Buna deyirlər stres. Nə yediyindən, nə də içdiyindən həzz ala bilmirsən. Artıq hər şey stresdir. Bitkidə də çox səslənir. Ağac stressdədir, bağ stressdədir, nə bilim, stres vəziyyəti bitkidə və s. Bu stres də ağacın verəcəyiniz qidalardan alacağı həzzi ortadan aparır və ortaya müxtəlif patoloji hallar qoya bilir. Yazda çiçək tökülməsindən, yayda ağacların kitri axınına qədər, hətta bəzi bəsit xəstəliklərə qalıcı ev sahibliyi etməsinə çox rastlaşırıq. Bunların hamısı stres faktorlarıdır. Misal üçün, çox bəsit bir xəstəlik, nə qədər ciddi dərmanlamalarla belə aradan getmir. Bu xəstənin sağalmaq istəyinin olmamasından qaynaqlanır. Ona görə bəsit xəstəlik sağalmaq istəmir. Bəzən yayın cırhacırında bağda külləmə xəstəliyi nə qədər dərmanlamalardan sonra zorla təmizlənir. Hansı ki, külləmənin ömrü gün çıxıncadır. Gün çıxdı, külləmə ölür. Amma bəzən özünüz də görürsünüz, çox bəsit xəstəliklər uzun müddət başımızı ağrıdır. Nəysə, yəni öncəki paylaşımda da, müxtəlif paylaşımlarda da dəfələrlə bitkiyə yanlış yanaşmaları qeyd etmişəm. Sulamanın anormallığı konkret olaraq stres faktorlarının 60%-ni təşkil edir. Yəni, bu günləri bir çox bağlarda. Yəni, sözümün canı odur ki, yəni yarpaqların saralmasının özü hansı stres faktorunun nəticəsidir. Sulama da ola bilər. Sözümün canı odur ki, bağlarda stres faktorunun yetərincə olduğu halda durub paklobutrazolu bağlara tövsiyə eləmək nəyə lazımdır? Gəzirəm bağları, mən də gəzdim 3-4 gün bundan qabaq, yəni həftənin əvvəlində gəzdim bağları. Baxıram ki, bəzi bağlarda inkişaf həddən artıq çox zəifdir. Bəzi bağlara girirsən, inkişaf fıskırır. Yəni, söhbət paklobutrazolzat tətbiq olunmayan bağlardan gedir. Yəni, konkret olaraq paklobutrazolu tanımayan bir bağdan gedir. Deməli, birində gübrə, sulama və digər baxım işlərində inkişafa yönəliş qurulub siyasət. Yəni, normal gübrə verilib və yaxud artıq gübrə verilib və yaxud nəysə, hər nəsə inkişaf var bağda. Digərində isə əksinə düzgün gübrələmə verilməyib və s. və ilə axır inkişaf yoxdur. Yəni, əzizlərim, başa düşmək lazımdır. İrəli getmək üçün qaza bas, eyni zamanda da tormuza bas. Nə baş verər sizcə? Ya motor qızdırar, ya baraban nakladka tüstüləyəcək.
ya da köhnə sovetski maşındırsa, maxaviki dağıdacaq da. Buradan bitkinin inkişaf proqramını hərəkətə keçirt. Digər yandan da paklobuterazol ver. Yəni bu nə dərəcədə məntiqlidir? Düzgün gübrə təyin edə bilmirsinizsə, daha bağın günahı nədir? Hər ölkədə yazda nə qədər giberalin satılır? Yəni bu qaz deməkdir. Giberalin qaz deməkdir. Payızda da paklobuterazol satılır. Kifayət qədər. Yazda qazı bas, maksimum. Payız gələndə elə bağın sinəsi təzə-təzə qızışır, götürüləndə tormuza bas. Bundan böyük stres faktoru nə axtarsınız ki? O bağda səbəbi, mənşəyi məlum olmayan nə xəstəliyi desəniz ortaya çıxmağa mümkündür. Və deyim ki, konkret hansı bağda nə kimi problemlər ortaya çıxacağını da təyin etmək mümkün deyil. Eyni problem gördünüz də, bayaqları izah elədim. Stres səbəbidir. Stresdən nə olur? Mədə ağrıyır, infarkt olur insan. Nə bilim, müxtəlif də, yəni bir səbəb stresdir, amma nəticə müxtəlifdir. Yəni bağlarda da səbəb eynidir, nəticə müxtəlif olacaq. Yəni öncədən də təyin etmək mümkün deyil. Ta ki ortaya çıxana qədər heç nə demək mümkün deyil. Bağlarda mövsüm boyu 20-dən artıq dərmanlama aparılır. Səbəblərini başqa yerdə axtarmaq lazım deyil. Yəni səbəbləri elə budur. Yersiz pH tədbirləri də eyni zamanda stres səbəbidir. Mövsüm boyu heç bir pH tədbiri görməyən bağlar var. Yəni mən konkret bilirəm ki, adamın pH-ın nə olduğunu belə bilmir. pH deyəndə deyir ona olan şeydir ki. Yəni konkret pH tədbiri görməyən nə qədər bağlar var ki, ən yüksək məhsuldarlığı götürür. Yəni mən söhbət demək istədiyim bunlar heç biri havadan deyil də faktiki bağlar var. Bəzi məsələlər var ki, yəni ümumiyyətlə o haqda söz deməyə ehtiyac yoxdur. Çünki o şey demişəm, məsələdə əlahəzrət fakt hər sözün cavabını verir. Amma onunla belə vay sizin torpağınızda orqanik maddə çoxdur, ona görədir, vay sizin külək yavaş əsdi, nə bilim, at gəldi, ürkən getdi və s. Əlahəzrət faktla belə razılaşmayanlar var. Yəni ona nəsə deməyin belə bir faydası yoxdur. Yəni faktdır da, yəni sual bəlli, cavab bəlli. Yəni fakt da ortada. Onunla belə fakt qalır, başqa bir tədbir tövsiyə olunur. Mənim paylaşım